Bakının Suraxanı rayonunda 1983-cü il təvəllüdlü Qəbələ rayon sakini Tahir ilə münaqişə zəminində həyat yoldaşı Sonaya işgəncə verib. Telegrafın əldə etdiyi xəbərə görə Tahir 3 iyul 2024-cü ildə yaşadıkları evdə arvadı Sona ilə mübahisə edib, əsassız bəhanələrlə onu əxlaqsız adlandırıb, müxtəlif dərəcəli xəsarətlər yetirərək qadına əzab verib. O, iyulun 4-dən 9-da və 9-unda arvadına yenə də əxlaqsız adlandırıb, başqa kişilərlə intim münasibətdə olduğunu, güya otelə getdiyini söyləyib. Sonra müxtəlif dərəcəli xəsarətlər yetirib, növbəti gündə hərəkətlərini davam etdirib. İstintaq orqanı tərəfindən Tahirin barəsində Cinayət Məcəlləsinin 133.2.6 əzab vermə, işgəncə verməklə törədildikdə maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Mən şirkətdə ekspeditor sürücü işləyirəm. Sona ilə 2007-ci ildə evlilik. Bu vaxta kimi aramızda söz-söhbət olmayıb. Ancaq bu cür konflikt yaşamamışıq. Əvvəllər arvadımı döyməmişəm. Xeyli müddətdir ki, Sonanın başqası birisi ilə danışmasından şübhələnirdim. Amma sübut edə bilmirdim. İyul ayının sonlarında onun telefonuna baxanda Instagram sosial şəbəkəsi vasitəsilə ona Ruslan adlı şəxsdən mesaj gəldiyini gördüm. Bu barədə soruşanda həmin şəxsi tanımadığını, onunla danışmadığını bildirdi. Bu sözlərə inanmadım. Öz Instagram hesabımdan yazaraq mobil nömrəmi ona verdim. Hadisədən təxminən 10 gün sonra həmin adam Rusiya nömrəsi vasitəsilə mənimlə əlaqə saxladı. Sona ilə danışdığını, yazışmalarının olduğunu bildirdi. Hətta yazışmaların foto şəklini də göndərdi. Mən çox əsəbləşdim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 3-də əsəbi halda evə gəlib, Sonadan anası Sənəmin yanında bu barədə soruşub. Sona əvvəlcə hər şeyi dandı. Sonra başqa kişi ilə danışdığını dedi və üzr istədi. Mən də əsəbləşdiyimdən özümü saxlaya bilmədim. Əlimlə onun üz nahiyəsinə xəsarət yetirdim. Anası Sənəm məni ayırmaq üçün aramıza girdi. Sona mənim telefonumu götürdü və yenə yerə ataraq sındırdı. Bu hadisədən sonra özümü toplaya bilmədim və gecə evə gəlmədim deyə Tahir ifadəsində göstərib. Tahir bildirib ki, növbəti gün evə gəldikdə anası və Sonanın onu gözlədiyini görüb. Hələ də əsəbi idim. Sonanın qollarını tutub sıxaraq silkələdim. Mənə qarşı niyə belə hərəkət etdiyini soruşdum. Paltarlarını dolabdan çıxararaq yerə atdım və evdən getməsini tələb etdim. Sonanın gözünün altı yetirdiyim xəsarətdən göyərmişdi. Qardaşı Vüqar ona ürək həkiminə aparmaq üçün gələndə bacısının gözünün altını gördü. Sona hamamda yıxılaraq xəsarət aldığını bildirdi. Sona həkimə gedib gəldikdən sonra anam onu vedrə və evdə olan laminatla döyməyə başladı. Mən evdən çıxdım və geriyə gecə qayıtdım deyə o ifadəsində qeyd edib. Tahirin ifadəsinə görə iyulun 10-da Sonadan hər şeyi etiraf etməsini, səmimi olmasını tələb edib, bu halda onu bağışlayacağını deyib. Lakin Sona yenə yalanlar danışdı. Ruslan'a özünün şəklini göndərmədiyini dedi. Halbuki Ruslan mənə Sonanın üzünün şəklini göndərmişdi. Biz yenidən dalaşmağa başladıq. Sonadan evdən çıxmağı tələb etdim. O, növbəti gün gedəcəyini dedi. Sonaya əxlaqsız olduğunu, uşaqları onunla yaşamasına imkan verməyəcəyimi bildirdim. Ona uşaqlardan imtina etməsi,
özünün əxlaqsız olması barədə ərizə yazdırdım deyə Tahir ifadəsində qeyd edib. Tahir deyib ki, növbəti gün səhər oyandıqda həm Sonanın, həm də onun əşyalarının, həm də özünün mobil telefonunun evdə olmadığını görüb. Telefonumda Sonanın yazışmaları və şəkilləri olduğu üçün onu da özü ilə aparmışdı. Mən Sonanı iyulun 3-də vurmuşam. İyulun 4-də qollarından tutaraq sıxaraq silkələmişəm. Saçını dartaraq yolmuşam. Qalan xəsarətləri isə Sonaya anam yetirib. İyulun 3-də emosiyalarıma hakim ola bilməmişəm, onu döymüşəm. Buna görə özümü günahkar bilirəm deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekin vurub. İş üzrə zərərçəkmiş qismində ifadə verən Sonanın sözlərinə görə 2007-ci ildə Tahirlə rəsmi nikaha daxil olub, 10 və 16 yaşlarında Amal və Zəfər adında 2 övladları var. Tahirlə təzə ailə qurduğum zamandan daim kiməsə borcu olurdu. Hətta mənim qızıllarımı sataraq borclarını da bağlamışdı. Həmişə borclu olduğu üçün əsəbi olur, içki içir, daima mənimlə dalaşırdı. Hətta məni döyüb təhqir etdiyi vaxtlar da olurdu. 2022-ci ildən başlayaraq məni daha çox döyməyə, təhqir etməyə başladı. Evdən sonra çıxmağıma görə də məni dəfələrlə döymüşdü. Bu barədə valideynlərimə heç nə deməmişəm. Tahir məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı. Mən hər dəfə əxlaqsız olduğumu iddia edir, bunu mənim aləmə sübut edəcəyini, qardaşımın məni öldürəcəyini söyləyirdi. Mən mübahisədən sonra bir müddət evdən ayrıldım və atamgildə yaşadım. Sonradan bizi barışdırdılar. Barışdıqdan sonra Tahir məndən çılpaq vəziyyətdə şəkil çəkib ona göndərməyimi istədi. Göndərmədikdə mənimlə mübahisə yaradıb dalaşdı. Daha sonra biz yataqda cinsi münasibətdə olan zaman video çəkməyə başladı. Mən video çəkilməsinə etiraz etsəm də Tahir məni razılaşmağıma məcbur etdi. Onun video çəkməsinə mane ola bilmədim deyə zərərçəkmiş şəxs ifadəsində belə etiraf edib. Sonanın ifadəsinə görə əri onu əxlaqsız adlandırdığı üçün kişilərlə otelə getməyə məcbur edib. Hətta mənə video çəkməyimi, həmin videoda əxlaqsız qadın olduğumu, pul müqabilində görüşdüyümü bildirməyimi istəyirdi. Beləliklə, Tahirlə aramızda daim mübahisələr baş verirdi. O məni səbəbsiz yerə döyür, mənə işgəncələr verirdi deyə o ifadəsində göstərib. Sonra qeyd edib ki, iyulun 3-də Tahir yenə müxtəlif bəhanələr gətirib, onu əxlaqsız adlandırıb, döyərək ona xəsarət yetirib. Əlləri və ayaqları ilə bədənimin müxtəlif nahiyələrinə xəsarətlər yetirdi. Sifət nahiyəmə yumruq və kəllə zərbəsi vurdu. Yerə yıxıldıqda məni təpiklədi. Həmin xəsarətlərin ağrısı şiddətli olduğu üçün iyulun 6-sında məni Günəşli qəsəbəsində yerləşən Şamil adında olan sınıqçıya yönləndirdi. Sınıqçı xəsarətlərimi görüb məni Avromed klinikasına yönləndirdi. Orada rentgen müayinəsindən keçdim və rentgen cavablarını götürüb sınıqçının yanına getdim. Sınıqçı xəsarətlərimə sarğı qoydu. Mən evə qayıtdıqda Tahir mənimlə barışdı deyə Sona ifadəsində belə göstərib. Sonanın ifadəsinə görə iyulun 9-da Tahir ona bank kartını istəyib. Kartı ona verdim. Tahir bank kartımdan 150 manat pul çıxardı. 1500 manat pul çıxardı və pulun 400 manatını mənə qaytardı. Dedi ki, pulu otelə getdiyim oğlanlara xərcləyərsən. Daha sonra özü-özünə əsəbləşərək məni döydü. Növbəti gün, yəni iyulun 10-da evə içkili halda gəldi, yenidən məni şiddətli şəkildə döydü. Döydükdən sonra məcburi qaydada məni əxlaqsızam, pul müqabilində görüşürəm kimi sözlər də dizdirdi. Səsimi yazdı. Həmçinin əxlaqsız olduğum üçün övladlarımdan imtina etməyim haqda ərizə yazdırdı. Məcbur imza etdirdi. Gecə saat 2 radələrində məni ayaqyalın evdən çölə çıxartdı və evdən qovduğunu dedi deyə zərərçəkmiş şəxs ifadəsinə belə yekin vurub.
Bu cinayət işinə Suraxanı rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Tahir 2 il müddətinə azadlıqdan məhrum edilib, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.